İkinci saatimiz canlı efirdədir mənim əzlərim. Yeni qoşulan tamaşaçıları salamlayıram və ikinci saatimizin qonaqları Nərgiz Klinikasının baş həkimi Məlahət Qəhrəmanova. Salam, xoş gəlmişsiniz. Və ginekoloq Təranə Babayeva. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz Təranə xanım. Hər iki xanımı salamlayıram. Təşəkkür edirəm ki, bugün studiyamızın qonaqlarısınız. Və mövzumuz birinci saatda söylədiyim kimi sonsuzluqdur. Əziz xanımlar, kanalı dəyişməyin, bizə baxmağa davam edin. Əgər suallarınız varsa, hər iki xanımımıza, hər iki həkimimizə zəng edib suallarınızı verə bilərsiniz. Telefon nömrəmiz 518-04. Məlahət xanım, icazənizlə başlayaq mövzunu. Ümumiyyətlə, sonsuzluq nədir? Sonsuzluq nədən yaranır? Sonsuzluğa səbəb nədir? İlk öncə mən istəyirdim ki, tamaşaçılarımızı Qurban Bayramı münasibətilə salamlayım. Onlara uzun ömür, can sağlığı arzuluyuruq. Sonsuzluq mövzusu da yəni belə bir mövzudur ki, həqiqətən də hər bir ailəyə gələn ilin bu vaxtı qurban kəsmək qismət olsun ki, həmin ailələrə evlad bəxş eləmiş olaq. Yəni bunun üçün də ilk öncə biz yenə də sözümüzü verək Təranə xanıma xəstəlik haqqında ümumi məlumat versin. Təşəkkür edirik. Buyurun Təranə xanım. Sonsuzluq müasir zamanın həmişə aktual mövzusu olub. Sonsuzluq bir xəstəlik deyil. Bu, müxtəlif xəstəliklərin bir simptomu kimi həmişə özünü təzahür edir. Sonsuzluğun deməli iki növü var. Birincili sonsuzluq, ikincili sonsuzluq. Xanım əgər ailə qurubsa, bir il ya il yarım ərzində hamilə qalmırsa, bu birincili sonsuzluq adlanır. İkincili sonsuzluq isə əgər xanımın ailə həyatında bir dəfə doğuş, abort və hamiləlik alınıbsa, bundan sonra əgər deməli hamiləlik yoxdursa, bu ikincili sonsuzluq adlanır. Birincili və ikincili sonsuzluğun əmələ gəlmə səbəbi eynidir. Demək olar ki, əsas birinci sonsuzluqların əmələ gəlmə səbəbləri iltihabi xəstəliklərdir. İltihabi xəstəliklər ginekoloji xəstəliklər içərisində həmişə birinci yer tutur. Sonsuzluğun yaranmasında da birinci yeri iltihabi xəstəliklər tutur. İltihabi xəstəliklərdə bəzən deməli xanımlar biraz iltihabi xəstəliklərə səthi yanaşır ki, yəni biraz ağrıyıram, yüngül bir formadadır, keçib gedər. Lakin bu qız uşaqlarında da olur ki, lakin sonradan bunun ağırlaşması gəlib sonsuzluqlar nəticələnir. Bəzən xanımların adi baxdığı deməli uşaqlıq boyunun eroziyası bu sonradan gətirib deməli sonsuzluğa çıxardan bir xəstəlikdir. Lakin əgər xanım ilk öncə bunu deməli əgər yüngül bir uşaqlıq yolunda problemi duyanda həkimə müraciət edib müalicə olunsa, artıq bu problem bir kurs müalicə ilə keçib gedər. Lakin sonunda adi saydığımız iltihabi xəstəliklər gətirib deməli sonsuzluğa çıxarır. Sonsuzluğun yaranması deməli bəzən deməli uşaqlıq yolunda mühitin pozulması adi kolpitlərdə də az da olsa deməli sonsuzluğun əmələ gəlməsində mühüm rol oynayır. Ona ümumiyyətlə uşaqlığın iltihabi xəstəlikləri, yəni metroendometriit, salpingo-ovariyit, salpingitlər birinci növbədə deməli sonsuzluğa yaranan səbəbdir. Əsas deməli 55-60% arasındadır ki, uşaqlığın boruların iltihabıdır. Boruların iltihabı bəzən deməli xəstələr bunu bilmirlər. Əgər adi bir qarında tutma şəkilli ağrılar olur ki, bunlar həkimə müraciət edəmirlər ki, yəni bu keçib gedəcək. Lakin bu sonunda ağrılaşmalara gətirib çıxarır. Mən xanımlara müraciət edirəm, əgər qarnın distal hissəsində ağrılar olursa, bu tutma şəkilli deməli ağrılar olur ki, bundan sonra axıntı kimi ifrazatlar olur. Bu artıq işarədir ki, borularda iltihab vardır. Bunlar bir neçə dəqiqə çəkməsinə baxmayaraq, lakin sonradan ağrı sakitləşir, xəstələr də həkimə müraciət eləmirlər. Yəni bunu özlərində ciddi bir xəstəlik kimi hesab eləmirlər. Lakin bu ən deməli sonsuzluğa səbəb olan demək olar ki, ən ciddi xəstəliklərdən sayılır ki, uşaqlıq borunun bağlanması. Əvvəllər deməli ifrazat uşaqlığa axırdı, uşaqlıq yoluna axırdı. Lakin sonradan hər iki xarici dəlikdə, daxili dəlikdə bağlanarsa, deməli bu sakta-salping şəklində olur ki, sonradan heç ağrı da vermir və uzun illər xanımlar müalicə olunurlar. Həkimə müraciət edəndə ultrason müayinəsinə gəlirlər. Follikul, yumurtalığın fəaliyyəti yaxşı olur. Follikul böyüyür, partlayır. Yəni bunlar deyir ki, bizdə sikl pozğunluğu yoxdur. Lakin keçirici orqan olan boru keçiriciliyi əgər bağlıdırsa, o bunda hamiləlikdən danışmağa dəyməz. Deməli, mayalanan yumurta uşaqlığa otura bilmir, implantasiya eləyə bilmir ki, bu da hamiləlik alınmır. Bunlar çox narahat olurlar ki, bu nədir? Bunu vaxtında əgər xanımlar yoxlansalar, bu boru keçiriciliyin
aydınlaşdırmaq olar ki, bu birinci deməli səbəb olan boru keçiriciliyin bağlılığıdır ki, bu da hamiləliyin alınmasına mane olur. Ona görə də bizim klinikada deməli biz təbii üsullarla müalicə mərkəzi olduğu üçün boruların açılmasına böyük önəm veririk təbii üsullarla. Təbii üsullarda deməli məlhəmlərdən, yaxmalardan istifadə eləyərək, təbii tamponlardan istifadə eləyərək borunun açılmasına bir kurs, bəzən ikinci kursda nail oluruq. İkinci aydan sonra artıq borularda epitelizasiya bərpa olandan sonra bu xanımlarda hamiləlik yaranır. Məlahət xanım, buyurun, sizinlə davam edin. Təbii ki, Təranə xanım vurğuladığı kimi ginekoloji müalicələr, yəni bütün xəstəliklərdə olduğu kimi ginekoloji müalicələrdə də xüsusi təbii üsullarla müalicələr var ki, burada da yəni bilirik ki, xalq təbabəti bugünkü günü çox müasirdir. Elmi təbabətlə birlikdə aparılan müalicələrin içərisində yəni farmakoloji təsirinə və kimyəvi tərkibinə görə düzgün seçilmiş bitki növlərindən, dərman bitkilərindən istifadə etdikdə daha effektiv müalicəyə nail ola bilirik. Ümumiyyətlə, fitoqormon tərkibli bitkilərdən biz bu sahədə geniş istifadə edirik ki, bu da ki, təbii ki, orqanizmdə kimyəvi maddələrin təsirindən yığılan toksiki maddələrdən orqanizmi biz azad etmiş oluruq. Ümumiyyətlə, bütün xəstəliklərdə olduğu kimi ginekoloji müalicələrdə də immun sistem önəmli yer tutur. İmmun sistemin bərpa olunan insanlarda istənilən hər bir xəstəliyin müalicəsi daha effektiv alınır. Ona görə biz apardığımız müalicələrin əksəriyyətində paralel müalicələr aparırıq və çalışırıq ki, istər sonsuzluğun müalicəsində, istər bir çox müalicələrdə təbii üsullarla aparılan müalicələrə, yəni dərman bitkiləri ilə aparılan müalicələrə daha üstünlük verir. Çünki hər bir sahədə olduğu kimi, ginekoloji sahədə də xüsusi dərman bitkiləri var ki, bu bitkilər sayəsində biz daha effektiv müalicə alırıq. İstər fibromalarda, istər miyomalarda, istər sonsuzluqda, istər başqa bir xəstəliklər olsun, orada düzgün seçilmiş dərman bitkiləri daha effektiv nəticə göstərir. Bizim klinikamıza uzun müddət müalicə alan insanlar müraciət edirlər ki, bunlar da həddindən artıq kimyəvi dərman preparatlarından, hormonlardan çox geniş istifadə edirlər və bu istifadə olunan dərmanlar nəticəsində burada qaraciyər, öddə xəstəliklər yaranır, mədə-bağırsaq sistemində həmin o qədər ki, kimyəvi dərman qəbul edirlər, iynələrdən istifadə olunur. Həmin insanlarda qaraciyərdə toksinlərin miqdarı artmış olur, orqanizmin immun sistemi zəifləyir. Bilirik ki, antibiotiklərin, güclü antibiotiklər sayəsində orqanizmdə çox böyük fəsadlar yaranır, həmçinin də immun sistemin zəiflənməsi müşahidə olunur. Biz bunları dərman bitkiləri ilə bərpa etdikdə immun sistemin bərpasından sonra həmçinin də yerli müalicələrdə fitoqormon tərkibli bitkilərdən geniş istifadə edirik ki, bu da orqanizmə heç bir zərər vermədən, tüklənmə yaratmadan, kökəlmə yaratmadan həmin insanlarda effektiv olur. Biz bilirik ki, uzun müddət bu hormonal dərmanlardan istifadə edən, medikamentoz müalicələrdən istifadə edən insanlarda həddindən artıq tüklənməyə meyillilik və hormonal demək olar ki, problemlər yaranır. Həmçinin də belə insanlarda həssaslıq yüksək olur. Belə olduğu halda dərman bitkiləri ilə aparılan müalicələr daha effektiv olur. Klinikamızda bilirik ki, son illərdə dəfələrlə Təranə xanımın çıxışı olub. Boruların açılmasında Təranə xanımın əvəz olunmaz işi var. Ona görə ki, boruların açılmasını biz sırf təbii vasitələrlə apardığımız üçün Təranə xanım bu işi çox uğurlu aparır. Ona görə ki, dərman bitkiləri ilə tez bir vaxtda həmin iltihabı prosesi aradan qaldırır və immun sistemini bərpa etdiyimiz üçün həmin demək, sonsuzluğun müalicəsində yardımcı olaraq bu bitkilərdən geniş istifadə olunur və istənilən nəticəni ala bilirik. Bizim klinikamızda aparılan müalicələr içərisində bir çox demək, sahələrdə olduğu kimi ginekoloji problemlərdə də dərman bitkilərinin özünə məxsus yeri vardır. Və yeri gəlmişkən, əziz xanımlara, sonsuzluqdan əziyyət çəkirsinizsə və əgər nə vaxtsa həkimin qəbulunda olmuşsunuz və sizə söyləyiblər ki, burada problem var, ən gözəl fürsət mənə gəlir Nərgiz klinikaya müraciət etməkdir. Təranə xanımın, gözəl ginekoloqun, gözəl mütəxəssisin qəbuluna yazılmaq və bu problem aradan götürüləcək. Ən əsas da təkcə antibiotik müalicə ilə yox, sırf təbii üsullarla. Çünki Nərgiz klinika çox böyük önəm verir buna. Təranə xanım, bəs infeksion hər hansı bir xəstəlik, infeksion hər hansı bir problem sonsuzluğa səbəb ola bilərmi? Əlbəttə. Deməli, infeksiyalar, intoksikasiyalar sonsuzluğa səbəb olur. İnfeksiyalardan demək olar ki, xlamidiya, uroplazma, mukoplazma,
Bunlar deməli rubella, sitomegalovirus, toksoplazmoz, bunlar hamısı gerpes, ümumiyyətlə çox gerpes hal-hazırda sitomegalovirusla gerpes hədsiz dərəcədə indi bunlar hava damcı ilə yayıldığı üçün çox geniş yayılıb. İndi demək olar ki, yeniyetmələr arasında, yaşlı nəsil arasında bu viruslar çox yayılıb. Bu da get-gedə immun sistemi aşağı salır və bu əgər xlamidiya, uroplazma, mukoplazma bu infeksiyalar orqanizmdə varsa sonsuzluq mütləq səbəb olur. Lakin hamilə olanlar da sonradan 2-3 ay ərzində uşağı deməli salır və yaxud da bu infeksiyalarla sonradan əgər doğum olursa uşaq deməli eybəcərliklə, problemlərlə uşaq doğulur ki, bundan sonra analar əziyyət çəkirlər və illərlə uşağın müalicəsi ilə məşğul olurlar. Ona görə də xanımlar gərək 6 aydan bir ginekoloji müayinələrə müraciət edirlər ki, bunlarda bu problemlər aşkar olunsun və hamiləlik ümumiyyətlə planlı olmalıdır. Planlı şəkildə olarsa, bu hamiləlik normal şəkildə də başa çatar. Mən bugün vurğulamaq istəyirəm yeniyetmələr arasında yayılan polikistoz. Polikistoz özü də ümumiyyətlə sonsuzluğa səbəb olan ciddi bir xəstəlikdir. Polikistoz geniş yayılıb yeniyetmələr arasında. Əgər analar vaxtında bu polikistozu qız uşaqları müalicə olunsalar, ailə həyatı qurandan sonra bu problemlə üzləşməzlər. Lakin bunlar deməli bəzən həkimə müraciət etmirlər. Menstrual sikl normal olur deyə onlar artıq bir azacıq tüklənməyə, biraz aybaşı pozğunluğuna səthi yanaşırlar. Sonradan ki, ailə həyatı qurandan sonra hamiləlik olmur və bu vaxt həkimə müraciət edirlər. Artıq bu vaxt deməli polikistoz üçün artıq gec olur. Ona görə ki, hər ay menstrual sikldə olan pozğunluq bir deməli follikul böyüyür. Əgər follikul partlamır, geriyə inkişaf edir, atreziya yaranır. Sonradan bunlar da fibroz toxumaları özlərinə birləşdirdiyi üçün yumurtalıq ətrafında deməli polikistoz şəklində düzülür. Polikistoz və ağlı qişə qalınlaşır. Lakin artıq ağlı qişə qalınlaşarsa, yumurtalıq fəaliyyət göstərmirsə, menstruasiyası 2 aydan bir olsa da bunlarda hamiləlikdən danışmağa dəyməz. Deməli, bunlar ən azı bir 2 il, 3 il müalicə olunmalıdır. Ona görə də vaxtında həkimə müraciət eləsələr, vaxtında bu qız uşaqlarında problem düzəlsə, bu problemdən sonradan sonsuzluqla bunlar üzləşməzlər. Polikistozun əsas əlamətləri deməli aybaşı pozğunluğudur. Bir də üzdə kişi tipli tüklənmələr olur, qarnına ön xətt boyunca tüklənmələr olur, süd giləsi ətrafında, ayaqlarda tüklənmə olur ki, bu əlamətləri artıq qız uşaqlarında görəndə analar narahat olmalıdırlar. Lakin bəzən tüklənməni bunlar genetiklə əlaqələndirirlər, yeniyetməliklə əlaqələndirirlər. Lakin bu xəstəliyin tipik yerlərini saydıqlarım yerlərdə əgər varsa, mütləq həkimə müraciət olunmalıdır. Ümumiyyətlə, polikistozun özünün müxtəlif formaları vardır ki, deməli, bəzən bizə müraciət edirlər ki, bu polikistoz, yəni bunda heç bir problemi yoxdur. Niyə bu uşaqda polikistoz yaranıb? Polikistozların yaranma səbəbi yumurtalıq formasıdırsa, bunlar yumurtalığın iltihabından sonra yaranır. Artıq yumurtalıqda deməli, fəaliyyət pozulur və follikulların böyüməsi problemi yaranır. Ona görə də bunlarda kistoz yaranır. Bir də yumurtalıq polikistozu əsas deməli, hormonal mənşəli olur ki, hipofiz, hipotalamus da pozğunluq yaranır ki, bundan ifraz olunan hormonların balansı pozulur. Ona görə də bu xanımlarda polikistoz xəstəliyi yaranır. Üçüncü forması isə böyrək üstü vəz formasıdır ki, bunlarda artıq bunlar deməli diqqət eləməlidirlər ki, aybaşı pozğunluğu bunlarda aybaşı ümumiyyətlə gec olur. Bu xanımlarda 17-18 yaşında menstrual sikl başlayır ki, bu özü artıq elə həkimə müraciət etmək lazımdır ki, bu yaşda qız uşaqlarında gec yaranan aybaşı pozğunu bu deməli polikistozun böyrək üstü vəz formasıdır. Bu formada olan deməli birinci sonsuzluğa səbəb olan elə böyrək üstü vəz formasıdır ki, bu da müalicəyə gec tabe olur. Lakin yenə də sonunda deyə bilərəm ki, bizdə polikistozun müalicəsi də təbii üsullarla aparılır. Təbii üsullardan deməli hazırlanan müalicəli dərmanlardan istifadə eləyərək biz polikistozu bir 3 ay, 4 ay ərzində xanımlarda yumurtalığın təmizlənməsi yaranır ki, və bunlarda normal sikl hər ay olur və bu polikistoz nisbətən tüklənmə zəifləyir. Bir il ərzində artıq bu tüklənmədən bunlar qurtarırlar ki, bu sonradan da ailə quranda sonsuzluq problemi ilə üzləşmirlər. Buyurun Məvət hanım.
Tərənə xanım tüklənmədən danışdı. Yəni bu bilirik ki, bugünkü gün yeniyetmələr və ümumiyyətlə əhali arasında çox geniş yayılmış bir mövzudur. Həqiqətən də bunun ginekoloji səbəbləri açıqlandı və deyildi. Klinikamızda təbii ki, təbii üsullarla aparılan müalicələr arasında kosmetoloji müalicələr də var ki, burada biz bunları paralel aparırıq ki, yeniyetmələrdə istər yaşlı nəsil arasında, istər yəni hər bir kəs üçün, istər oğlanlarda, istər qadınlarda tüklənmə prosesini aradan qaldırmaq üçün bizdə lazer epilyasiyasının hər iki aparatın ən axırıncı model Gentle Pro, həm də Alexandre Candela aparatı var ki, bizdə bu tükləri bir dəfəlik yox etməkdə əvəz olunmaz vasitədir. Həmi biz burada müalicəni paralel aparırıq, həmi ginekoloji müalicələrlə, həmçinin də yerli müalicələrlə aparırıq ki, bu da daha effektiv nəticə verir. Çünki əgər orqanizmdə bu tüklənmə yaranıbsa, bunu bir dəfəyə nə iləsə aradan qaldırmaq mümkün deyil. Ona görə bunun üçün həm lazer epilyasiyasından istifadə edirik ki, yəni bu Qurban Bayramı münasibətilə də bu ayın 20-sinə qədər bizdə endirimimiz var ki, üz nahiyəsi tamamilə pulsuzdur. Amma da bütün bədən nahiyəsində 80% endirimlə bu epilyasiya aparılır. Yəni burada bunu vurğulamaqda məqsədim odur ki, yeniyetmələr adətən, məsələn, bu polikistozlardan əziyyət çəkirlər, tüklənmədən əziyyət çəkirlər, kökəlmədən əziyyət çəkirlər. Bu cür xanımlar klinikamıza müraciət etdirdə, burada kompleks müalicə aparılır ki, diyetologumuz da var. Həmçinin, yəni bilirik ki, polikistozu olan yeniyetmə qızlarda kökəlməyə, çanaq nahiyəsində kökəlməyə meyillilik olur. Üz nahiyəsində, bayaq Tərənə xanım vurğuladığı kimi, kişi tipli tüklənmələr daha çox özünü büruzə verir. Burada da yenə biz qarmonlardan çalışdığımız qədər az istifadə edirik və təbii vasitələrlə aparılan müalicələrlə paralel həm də yerli müalicələri verə bilirik ki, bu da lazer aparatı vasitəsilə həmin tüklərin bir dəfəlik yox olmasına nail ola bilirik. Çünki daxili balansı normaya salmadan düzgün istiqamətdə aparılmayan müalicə sonradan həmin tüklənmənin bəzən də artmasına gətirib çıxarır. Ona görə də bizim verdiyimiz müalicələr əsası, yəni təbii vasitələrlə olduğu üçün orqanizmə heç bir zərər vermədən tez bir vaxtda bu müalicələr öz nəticəsini verir. Bizim klinikanın üstünlüyü ondadır və daha fərqli müalicə metodları aparılır ki, burada biz müalicəni kompleks şəkildə aparırıq və hər bir xəstəyə öz xəstəliyinə uyğun olaraq, yəni fərdi yanaşırıq ki, burada da aparılan müalicələr təbii vasitələrlə olduğu üçün daha effektiv nəticə verir. Biz bilirik ki, polikistoz olduqda, fibroma olduqda, miyoma olduqda qadınlarda bəzi müəyyən xəstəliklər virüsə verir ki, məsələn, kistası olan xanımların əksəriyyətində üzdə xəritə tipli ləkələr əmələ gəlir. Tüt qəhvəyi ləkələrinin olması, dəridə solğunluğun yaranması, dəridə quruluğun olması, həmçində polikistoz olan yeniyetmə qızlarda dərinin quruluğu, solğunluğu, həddindən artıq civzələrin olması, səpkilərin yaranması, yumurtalığın fəaliyyətinin normal olmadığı halda həmin civzələrin, səpkilərin artması müşahidə olunur. Burada da yenə biz həmin yerli, həmin daxili müalicələrə üstünlük veririk ki, burada da təbii vasitələrdən geniş istifadə edirik. Bundan başqa polikistozu olan xanımlarda tək dəri ləkələri deyil, bunlarda bəzən klimakterik devrə yaxın qadınlarımızda fibroma, miyoma olduğu halda klimakterik devirdə burada görürsünüz ki, həmin insanlarda köpük yaranması, təbii ki, bu birbaşa öd kisəsinə, mədə-bağırsaq sisteminə, qaraciyərə öz təsiri olduğu üçün klimakterik devirdə də həmin xanımlarda tüklənməyə, hətta meyillilik də ola bilər ki, bunu düzgün istiqamətdə biz təbii vasitələrlə aparırıq, düzgün diaqnostika nəticəsində biz həm mütəxəssislərimiz tərəfindən paralel müalicələrə üstünlük veririk. Təşəkkür edirəm. Amma Tərənə xanım, sonsuzluğun qarşısını ümumiyyətlə profilaktik olaraq almaq mümkündürmü? Əlbəttə, sonsuzluğa səbəb olan bəzən deməli qız uşaqlarında infantil matkalardır. İnfantil matkalar, yəni normadan matkanın kiçik olması, yumurtalığın hipoplaziyası, yumurtalığın normaya çatmaması, kiçik şəkildə qalması. Bu hormonal pozğunluqdur, yəni orqanizmdə hormon çatışmamazlığıdır ki, bu qız uşaqlarında bədən formalaşır, yetkinlik dövrünə çatırlar, lakin bunlarda menstrual sikl nisbətən gec olur. Ana biraz laqeyd yanaşır, vaxtında bunlar ultrason müayinəsindən keçsələr, deməli aşkarlanar ki, bu uşaqlığı bunun normadan kiçikdir və buna fizioterapevtik müalicələr biz aparırıq, təbii üsullarla, müəyyən hormonal dərmanlardan istifadə eləyərək bunu
yaş həddi ailə həyatına çatana qədər artıq bunu biz normaya gətirə bilirik. Sonradan bunlar sonsuzluqla qarşılaşmırlar. Lakin əgər belə bilməyəndə bu ailə qurandan sonraki həkimə müraciət edirlər ki, artıq hamiləlik yoxdur. Görürsünüz ki, belə görürük ki, biz deməli bunlarda infantil matkadır. Buna da biraz müalicə uzun müddət lazımdır. İnfantil formanın demək olar ki, 3 forması vardır ki, birinci formada kömək eləmək mümkündür ki, bu rudimentalındadır. Lakin o biri 2 formada xanımlara kömək eləmək olur ki, həm masajlarla, həm ginekoloji masajlarla, həm fizioterapevtik müalicə, həm də ki, deməli, təbii müalicə metodlarından istifadə edərək ki, bunların uşaqlığını gətirib normal həddə çatdırırıq, hormonal balans düzəlir və sonradan artıq bunlarda hamiləlik alınır. Bəs hansı müayinələrdən keçməlidirlər? Bunlar heç böyük bir müayinə metodu lazımdır. Bir elə ultrason müayinəsindən keçsələr, bir dəfə, 6 ayda, ildə bir dəfə ultrason müayinəsindən keçsələr, artıq həkim baxıb bunlardakı problemi deyər ki, yəni infantil matkadır. Matka biraz normadan kiçikdir. İndi zaman müasirləşdikcə xanımlar müraciət edirlər, qız uşaqlarında menstrual sikl gecikdir olduqca ginekoloji müayinələrə üst tuturlar və bizdə belə problemlər dəfələrlə aradan qaldırmışıq. Artıq həmin xanımlar ailə həyatı qurublar və hamilə olublar, evlad sahibi olublar. Əgər sizin klinikaya müraciət edirlər, cütlük evləniblər, bir neçə il ərzində sonsuzluqdan əziyyət çəkirlər, evlad yoxdur. Hansı müayinələrdən keçməlidirlər bu cütlük, sırf sonsuzluqdan əziyyət çəkirsə və müalicə prinsipləriniz necədir? Deməli, bunlar birinci ultrason müayinəsindən keçməlidirlər. Sonra bunlar əsas laborator müayinələrdir. Laborator müayinədən keçəndən sonra artıq bir də ultrason müayinəsindən keçəndən sonra həkim sözünü deyə bilir ki, bunlarda problem nədir? Bəzən indi artıq heç belə demək olar ki, sonsuzluğun qarşısını alırlar. Bunlar ailə qurmamışdan əvvəl müayinədən keçirlər. Və müalicə olunur. Əgər problem varsa, müalicə olunurlar ki, həm infeksiyaları bir-birinə yoluxdurmasınlar və bu alqışlanası deməli haldır ki, bunu bütün ailə quranlara arzulayardıq ki, müraciət eləsinlər klinikalara və müayinələrdən keçsinlər, sonradan problemlə üzləşməsinlər. Biz də hər zaman verişimiz vasitəsilə bizə baxan tamaşaçılara müraciət edib deyirik ki, ailə qurmamışdan öncə zəhmət olmasa, gəlin klinikalara, müayinədən check-up müayinələrdən keçin. Çünki sonra sonsuzluq problemi ortaya çıxanda təbii ki, ailələr dağılır, yersiz söz-söhbətlər alınır. Çünki psixoloji təsir olunur. İstər-istəməz hamı düşür gəlinin, qızın üstünə, depressiya bu düşür ki, niyə hamiləlik baş vermir? Amma öncədən, ailə qurmamışdan öncə bu problemləri biləndən sonra, müalicəni alandan sonra mənə gəlir ki, bu cür problemlərlə üzləşməzlər, düzdürmü? Odur ki, çox üzr istəyirəm, Nərgiz klinikaya mənim əzlərim üzünüzü tutun. Yeni ailə qurmaq istəyənlər və ümumiyyətlə müayinədən keçmək istəyənlər, check-up müayinədən keçmək istəyənlər, təbii üsullara daha çox üstünlük verən tamaşaçılar, buyurun Nərgiz klinikaya gəlin. Hal-hazırda da telefon nömrələri, ünvanı ekranda görürsünüz. Buyurun. Mən onu demək istəyirdim ki, yəni biz yeniyetmələr üçün xüsusi check-up müayinələrimiz var. Yəni bu ayın axırına qədər də bizdə ginekoloji müalicələrə, androloji müalicələrə, müraciət edən cütlüklərə bizim xüsusi endirimlərimiz var və endirim paketlərimiz var. Yəni müraciət edən hər bir cavan ailə üçün, yəni yenidən cavan ailə dedikdə ailə qurmayan cütlüklərə biz daha çox güzəştlər edirik və onların təbii ki, düzgün istiqamətdə müalicəsinə və müayinələrinə biz ciddi yanaşırıq. Bunun üçün bizdə androloji və ginekoloji müayinə və müalicələrdə xüsusi demək olar ki, ayın axırına qədər endirimlər var. Başqa kanallar vasitəsilə biz bunu dəfələrlə məsələn demişik. Bu ay ərzində də Qurban Bayramı münasibəti ilə biz bu cütlüklərə klinikamıza dəvət edirik və istənilən güzəştləri ala bilərlər. Çünki bizim hər birimiz Azərbaycan xalqının bugünkü günü, yəni yeni gələcək nəslin qorunmasında hər bir kəsin borcudur ki, bunlara diqqət və qayğı göstərsin. Və bu qayğıya görə də sizə də təşəkkür edirik. Bu cür gözəl aksiyaları bizim insanlarımızı, xalqımızı düşünürsünüz. Sizə minnətdarıq. Bütün sizin kollektivinizə, rəhbərliyinizə çox sağ olun ki, bu cür aksiyalar keçirdirsiniz. Çünki doğrudan da bu böyük bir köməkdir. Mən inanıram ki, bizə baxan tamaşaçılar, hal-hazırda bizə baxan tamaşaçılar bu fürsətdən yararlanacaqlar. Buyurun, cütlüklər, yaxınlaşın, zəng edin klinikaya və qəbullara yazılın. Mən deyim ki, bu klinika çox gözəldir, çox
sterildir. Bu klinikada dəfələrlə biz olmuşuq, çoxlu çəkilişlər etmişik. Gözəl allergoloq Lalə xanım yeri gəlmişkən bizə baxırsa, çox geniş deyil. Baxırsa, bəli, təşəkkür edirəm ona, salamlarımızı söyləyirik. Gözəl psixoloq var. Yoga dərsləri keçir təbii ki. Hamilələr üçün. Bu çox önəmlidir Məlahət xanım. Bu haqda biraz ətraflı siz danışın da. Çünki mən danışsam biraz düzgün alınmaz. Yox, burada belə bir şey yoxdur. Yəni, biz bugünkü günü istər androloji, istər ginekoloji sahədə ən müasir avadanlıqlar, ən müasir metodlardan istifadə etməyə çalışırıq ki, yəni gələn pasiyentlərimizi razı sala bilər. Yoga dərsi o demək deyil ki, yoga məsələn hamı üçün gedir. Bəli, bu çox gözəl psixoloji durum, orqanizm üçün çox vacib bir şeydir. Amma yoganın bizdə hamilələr üçün xüsusi kursları var və onların xüsusi müalicə metodları var və bizim demək psixoloq, demək Lalə xanım, yəni allergoloq yox, psixoloq Lalə xanım özü Almaniya və Hindistanda, demək olar ki, Türkiyədə uzun müddət təhsil almış bir xanımdır. Hamilələrdə, yəni bayaq doktorumuz bir çox məsələn mövzulara toxundu. Yəni sağlam evladın olması üçün, yəni orqanizmin fiziki durumu da çox önəmlidir. Yəni bilirik ki, bugünkü günü kesariyyə əməliyyatları, yəni kesir və əməliyyatlar daha çoxdur. Yəni bunlarda bu yoga dərslərində iştirak edən hər bir xanımın, yəni burada uşağın normal inkişafı, normal olması və doğuşun normal təminatı üçün çox gözəl bir vasitədir. Ona görə bugün bizim hamilələr üçün xüsusi dərslərimiz var. Bu dərslərdən, yəni gələn dəfə biz gələn verilişlərimizdə burada həm Lalə xanım özü və həm də bu yoga otağında keçən dərsləri biz sizə xüsusi olaraq göstərək. Kişilər də yoga dərslərini bilirəm ki, sizə müraciət edən yəni biz bugün sonsuzluqdan danışdığımız üçün mən çalışdım ki, yəni hamilə qadınların yoga dərslərində iştirak etməsi çox vacib və önəmlidir və onlara çox müsbət təsir göstərir ki, yəni gələcək uşağın fiziki inkişafına, sağlamlığı. Psixoloji çox gözəl bir təsiri var. Təbii ki, xüsusi yoga dərsləri də var ki, istər qadınlar, istər kişi, onlar ayrı olaraq keçilir. Amma hamilələr üçün olan xüsusi dərslər tamamilə ayrıdır. Müalicə necə keçir məhz sizin klinikanızda sonsuzluqla bağlı? Onu qoy Tərənə xanım söyləsin. Biz yəni hər tərəfli danışaq. Bəli, məlumat veririk. Deməli, bizdə təbii üsullarla müalicə mərkəzi olduğu üçün biz təbii üsullara daha üstünlük veririk. Lakin bəzən elə problemlər olur ki, elə xəstəliklər olur ki, dərmanlardan da istifadə olunur. Dərmanlarla bir yerdə, kimyəvi preparatlarla və təbii vasitələr bir yerdə istifadə edirik. İlk öncə biz əsas birinci immun sistemin qaldırılmasına fikir veririk ki, immun sistemi bəzən deməli xanım müraciət edir sonsuzluqla bağlı. Bunlarda deməli heç bir problemi yoxdur. Yəni müayinə əsasında. Lakin bunlarda immun sisteminin zəifliyi, vitamin çatışmamazlığı olur. Bunları da təbii üsullarla Məlahət xanım müraciət edir və bunlar deməli bir neçə kurs müalicədən sonra artıq deməli immun sistemi qaldırılır və heç bir problem olmadan hamilə olurlar. Buyurun. Təbii ki, burada görünən bu preparatlar, bu mənim öz elmi ixtiramdır və bugünkü günü bu demək olar ki, bir neçə dövlət tərəfindən çox böyük marağa səbəb olub. Həm daxili qaraciyər öd xəstəliklərində, həmçində mədə-bağırsaq sistemi xəstəliklərində və immun sistemin bərpasında əvəz olunmaz bir vasitədir. Burada gördüyümüz kimi bu qastroprotektorlu fito yığım, burada görürsünüz ki, bunun barkodu və bu patentləşmiş bir ixtiranın əsasında hazırlanıb və burada immun sistemin bərpası üçün əvəz olunmazdır. Bir də mənim Evraziyska patentdə aldığım, yəni 8 dövlətin qəbul etdiyi bir balzam var ki, bu balzam da son vaxtlarda bizim klinikamızda daha geniş yer alacaq. Ona görə ki, bu balzam sayəsində istənilən bir xəstəlikdə istifadə edilməsi mümkündür. Ona görə ki, həmin balzam immun sistemin bərpası üçün əvəz olunmaz bir vasitədir. Ona görə də biz bugünkü günü Nərgiz klinikasında aparılan müalicələr, yəni təbii üsullarla aparıldığı üçün deyirəm, elmi əsaslı müalicələrdir. Burada verilən hər bir xəstəyə dərman bitkilərinin farmakoloji təsiri, kimyəvi tərkibi və insan orqanizminə olan təsir mexanizmi nəzərə alınır. Ona görə ki, təbii üsullarla aparılan müalicələrdə, yəni bilirik ki, insanlar bitkilərlə müalicələri, yəni əvvəlki illərə baxanda indi daha çox ciddiyyətlə qəbul edirlər. Ona görə ki, bu düzgün seçimlə olmalıdır. Hər kəs istənilən bitkini istənilən vaxtı içə bilməz. Sadə bir misal götürək ki, bir neçə reseptlərdə mən buna rast gəlmişəm, təcrübəsi olmayan
bəzi insanlar, yəni bəzi həkimlər inciməsinlər. Görürsünüz ki, məsələn, menstrual siklı pozulmuş insanlara orada elə bitkilərdən istifadə edirlər ki, ona xeyir vermək əvəzinə o həmin onu artırır. Adi sadəcə götürək qıcıtikan bitkisini. Qıcıtikan bitkisinin tərkibində K vitamini çox olduğu üçün laxtalanmaya meyilliliyi daha da artırır. Yəni o ginekoloji problemi olan, menstrual siklda problem çəkən insanlara bunu yazmaq olmaz. Onların, yəni fitoqormon tərkibli bitkilər var ki, bu həmin demək olar ki, balansı tənzimləyir və həmin bitkilərin sayəsində daha effektiv müalicə almaq mümkündür. Çünki yumurtalığın fəaliyyətinin bərpa olması üçün bizdə xüsusi yaxmalarımız var. Bizim, məsələn, verdiyimiz həmin o bitki tərkibli dərmanlar sayəsində 2-3 ay ərzində, yəni aylarla, illərlə müalicə olunub, ola bilməyən xəstələr 2-3 ay ərzində bizdə həmin müalicə sayəsində demək olar ki, həmin siklin bərpasını aparmış oluruq. Ümumiyyətlə, bitkilərlə aparılan müalicələrdə çox diqqətli və dəqiq dozalarla düzgün seçim olmalıdır. Ona görə bu bitkilərin tərkibinə görə bölünürlər və onun üçün də istər bronxial asmada, istər ağciyər xəstəliklərdə, istər mədə-bağırsaq sistemi xəstəliklərində hər bir bitkinin öz farmakoloji təsiri var. Yəni, dərman bitkiləri bilirik ki, tarixən dərmanların kökü bitkilərdən gəlib. Bitkilərin sayəsində bu dərman preparatları kimyaviləşdirilərək əhaliyə təqdim olunub. Təbii ki, onlar, məsələn, konsentrativ müalicələrdə bəli, geniş istifadə olunur. Bir çox dərman bitkilərindən də, məsələn, alınmış o dərmanların sayəsində də kimyavi dərmanlar yaranmışdır. Ona görə də təbii üsullarla aparılan müalicələrin effektliyinin olması üçün Nərgiz klinikasında bir çox elmi işlər aparılır. Biz bir çox, demək olar ki, akademiklərimiz, alimlərimizlə, botanika institutlarının əməkdaşlığımız var ki, bu aparılan müalicələrin effektivliyi üçün biz əlimizdən gələni və bu bitkilərlə maraqlananlar da təbii ki, Nərgiz klinikaya müraciət edə bilərlər. Təşəkkür edirəm, çox sağ olun. Tərana xanım sizə, Mələt xanım sizə minnətdaram və bir daha, əziz tamaşaçılar, əgər hər hansı səhhətinizdə problem varsa və yaxud sadəcə olaraq müayinədən keçmək istəyirsinizsə, mənə elə gəlir ki, ən gözəl, ən düzgün ünvan Nərgiz klinikadır. Buyurun, Nərgiz klinikaya müraciət edin və hər zaman çalışın, həyatda sağlam olun. Mən Lalə sizinlə sağollaşıram, sabah 11:30-da bizə baxmağa unutmayın, sağ olun və hər zaman sağlam olun.